Salam əziz müəllimlər. Bizim bugünkü dərsimiz kimya fənninə həsr olunur. Biz bugün Elşad Abdullayevin təqdimatında funksional qruplu üzvü maddələr mövzusuna dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Elşad müəllim. Salam, mən də sizə salamlayıram. Elşad müəllim, bu mövzu ilə bağlı müəllimlər nələrə diqqət yetirməlidirlər? Hansı nüansların nəzərdə saxlanılması daha vacibdir? Funksional qruplu üzvü maddələr üzvü kimyanın demək olar ki, yarısını, hətta yarısından çoxunu əhatə eləyir və bu mövzular demək olar ki, bütün orta məktəbin 11-ci sinifini əhatə eləyir. Bir neçə böyük funksional qruplu üzvü birləşmələr sinifləri vardır ki, onları əhatə eləyir. Burada əsasən müxtəlif reaksiyalarla tanış olurlar, maddələrin xassələri ilə tanış olurlar və onlar əsasında da müxtəlif hesablama aparırlar. Və bugünkü videomuzda biz həm asan, həm orta, həm də çətin tipli nisbətən tapşırıqlarla müəllimləri tanış eləyəcəyik. Çünki bildiyiniz kimi sertifikasiyada da imtahanlarda həm çətin, həm orta, həm də asan tapşırıqlar istifadə olunur. Təşəkkür edirəm ətraflı məlumata görə. Buyurun test tapşırıqlarının izahına keçək. Təşəkkür edirəm. Deməli, ilk tapşırığımızla tanış olaq. Birinci tapşırığımız elə qeyd etdiyimiz funksional qruplu maddələr sinifinin genetik əlaqəsinə həsr olunmuşdur. Və birinci tapşırıq sxemdən göründüyü kimi alüminium karbiddən X maddəsi, X maddəsindən Y maddəsi, Y-dən Z maddəsi alınır ki, hansı ki Z maddəsinin hidrogenlə reaksiyasından A, Z maddəsinin mis-2 hidroksidlə oksidləşməsindən isə B maddəsi alınır. Sualın şərtində verilir, A və B maddələrinin qarşılıqlı təsirindən alınan birləşmənin molekulunda qeyri-polyar kovalent rabitələrin sayını müəyyən edin. Bunun üçün biz, bu tapşırığı həll etmək üçün biz əvvəlcə hər bir reaksiyanı tamamlamalıyıq, onun reaksiya tənliyini tərtib etməliyik, maddələri müəyyən etməliyik və bunun əsasında da alınan maddənin formulunu müəyyənləşdirib, onun molekulunda olan qeyri-polyar kovalent rabitələrinin sayını müəyyən etməliyik. Alüminium karbidin su ilə reaksiyasından alüminium hidroksid və metan alınır. Növbəti reaksiyada metanın parçalanmasından, 1500 dərəcə parçalanmasından asetlen alınır. Asetlenin su ilə hidratlaşmasından sirkə aldehidi, sirkə aldehidinin mis-2 hidroksidlə oksidləşməsindən sirkə turşusu, sirkə aldehidinin hidrogen ilə reduksiyasından isə etil spirti alınır. Göründüyü kimi A maddəsi etil spirti, B maddəsi isə sirkə turşusudur. A və B maddələr arasında, yəni etil spirti və sirkə turşusu arasında efirləşmə reaksiyası baş verir və bu zaman mürəkkəb efir, etil asetat efiri alınır. Etil asetat efirinin quruluşu verilmişdir və bizdən təklif olunur ki, tapaq, bu molekulda neçə qeyri-polyar kovalent rabitə var. Bildiyimiz kimi karbon, hidrogen, karbon, oksigen və arasında olan rabitələr polyar kovalent rabitələrdir və karbon-karbon atomları arasında olan rabitələr isə qeyri-polyardır. Bu molekulda da 2 rabitə, 1 və 2 rabitə qeyri-polyar kovalent rabitələrdir. Qeyri-polyar kovalent rabitələrin sayı 2, cavab D bəndidir. Növbəti tapşırığımızda molekulda 10 atom olan monoamin monokarbon turşusundan alınan tetrapeptid molekulundakı atomların sayını müəyyən edindir. Bunun üçün biz əvvəlcə ümumi şəkildə 4 amin turşudan tetrapeptid alınır və 3 H2O alınır, ümumi sxemini yazırıq. Və bildiyimiz kimi reaksiyaya daxil olan maddələrin atomlar sayı reaksiyadan alınan maddələrdə olan atomlar sayına bərabərdir. Amin turşu molekulunda 10 atomun olduğu bildirilir. 4-ə vurduqda bu edir 40. Alınan tetrapeptidin atom sayını bizdən soruşulur. Su isə 3 molekul su alındığına görə 3 vur 3, 9 olacaqdır. Onda buradan çıxır ki, reaksiyaya daxil olan 40 atom və reaksiyadan alınan x üstəgəl 9 atom. 40 bərabərdir x üstəgəl 9, x bərabərdir 31. Cavab D bəndi. Növbəti tapşırıqla tanış olaq. Bu tapşırıq yağlar bölməsinə aiddir. Nisbi molekul kütləsi 806 olan yağın hidrolizindən eyni doymuş bir əsaslı karbon turşusu alınırsa, yağ molekulunda karbon atomlarının hibrid orbitallarının sayını müəyyən edin. Əlavə olaraq karbonun, hidrogenin və oksigenin nisbi atom kütlələri verilmişdir. Tapşırığı həll etmək üçün əvvəlcə yağ molekulunun quruluşunu yazırıq və yağ molekulunun quruluşundan göründüyü kimi biz bir əsaslı karbon turşusunun qaldığını R ilə işarə eləmişik və məsələnin şərtində qeyd olunduğu kimi eyni bir əsaslı karbon turşusu, R-ləri də eyni vermişik. 806-ya görə biz R-lərin nisbi molekul kütləsini müəyyənləşdirməliyik. Bunun üçün R radikallarından qalan kənar hissədə, digər hissədə C6H5O6 olduğunu nəzərə alırıq və bu hissənin MR-i 173 olur. 173 üstəgəl 3R 806, 3R 633, R isə 211 olur. Yəni bir R radikalının nisbi molekul kütləsi 211 olur. R radikalının doymuş bir əsaslı karbon turşusu olduğundan alkil radikalı olduğunu bilirik. CnH2+ 1,
14n plus 1 211, 14n 210 olur. N-in qiyməti bərabər olur 15-ə. Yəni bizim turşumuz palmitin turşusu, turşu radikalı isə C15, H31-dir. Aha, onda bizim aldığımız yağın quruluşu bu şəkildə olacaqdır və bizdən tələb olunur ki, bu molekulda olan hibrid karbon atomlarının hibrid orbitallarının sayını müəyyənləşdirək. Burada sp3 karbon atomları həm palmitin turşusunun qalığında olan karbon atomlardır, həm də gliserinin qalığında olan karbon atomları hamısı sp3 karbonlardır. Bunların sayı 15, 15, 15. Burada da 3 karbon atomu cəmi 48-dir. Və hər sp3 hibridləşmə halında olan karbon atomunda 4 hibrid orbitalının olduğunu nəzərə alsaq, burada sp3 hibrid halında olan karbon atomlarının hibrid orbitallarının sayı 192 olur. Turşu qalığında olan karboksil qrupundakı karbon atomları sp2 hibridləşmə halındadır və bunların sayı 3-dür. Hər sp2 karbon atomunda 3 hibrid orbitalının olduğunu nəzərə alsaq, onda sp2 hibrid orbitalların sayı 3 vurulsun 3 9 olur. Onda biz 192 ilə 9-unu toplasaq 201, cavab A bəndi. Növbəti test tapşırığımız aldehidlər bölməsinə aiddir. Tapşırıqda verilir 220 qram sirkə aldehidinə müəyyən miqdar gümüş peroksidin amoniakda məhlulu əlavə edilir. Reaksiya bitdikdən sonra qarışıqda üzvü maddələrin kütləsi 268 qram olur. Sirkə aldehidinin neçə faizinin reaksiyaya daxil olduğunun tapılması təklif olunur. Əlavə olaraq karbon, hidrogen və oksigenin nisbi atom kütlələri verilir. Sirkə aldehidinin formulu CH3CHO-dur. Sirkə aldehidinin MR 44-ə bərabərdir və məsələnin şərtinə verilən 220 qram sirkə aldehidi 5 mola uyğun gəlir. Sirkə aldehidi məhluluna gümüş peroksidin amoniakdakı məhlulu əlavə etdikdə bu zaman gümüş güzgü reaksiyası baş verir və sirkə aldehidi sirkə turşusuna çevrilir. Və tənlikdən göründüyü kimi 1 mol sirkə aldehidindən 1 mol sirkə turşusu alınır və kütlə fərqi isə göründüyü kimi molekullarının tərkiblərinin müqayisəsi onu göstərir ki, sirkə turşusunda oksigen atomlarının sayı 1 vahid çoxdur. Yəni 1 mol sirkə turşusu ilə 1 mol sirkə aldehidinin kütlə fərqi 16-ya bərabərdir. Amma məsələnin şərtində göründüyü kimi 220 qram sirkə aldehidi 268 qram üzvü maddələr qarışığına çevrilir. Yəni fərq 48-ə bərabərdir. Onda belə bir tənasüb qururuq. Fərq 16 qram olduqda 44 qram sirkə aldehidi oksidləşir. Yəni 1 mola uyğundur. Fərq 48 qram olduqda x qram sirkə aldehidi oksidləşir. Oradan x bərabərdir 132. Bizdən isə bunu faizlə ifadə etmək təklif olunur və 220 qramın neçə faiz olduğunu müəyyənləşdirmək üçün tapırıq 132 vurulsun 100 bölünsün 220 bərabərdir 60%. Cavab C bəndi. Növbəti test tapşırığımız glukozanın kütləsinin 1/3 hissəsi spirtə qıcqırdıqda 23 qram spirt alınmış, digər hissəsi isə yağ turşusuna qıcqırdılmışdır və bu zaman əmələ gələn qazların ümumi həcminin litrlə hesablanması tələb olunur. Karbon, hidrogen, oksigen atomlarının nisbi atom kütlələri verilmişdir və burada iki reaksiya baş verir. Həm glukozanın spirtə qıcqırması, etil spirtinə qıcqırması, həm də glukozanın yağ turşusuna qıcqırması baş verir. Hər iki reaksiyada ayrılan qazların həcmi tapılmalı və onları hesablamalıyıq. Əvvəlcə glukozanın etil spirtinə qıcqırma reaksiyasına baxaq. Tənlikdən göründüyü kimi 1 mol glukoza qıcqırdıqda 2 mol etil spirti və 2 mol karbon qazı alınır. Etil spirtinin MR 46-dır. 2-yə vurduqda elir 92. Yəni buradan göründüyü kimi 92 qram etil spirti alınması üçün 1 mol glukoza qıcqırır və bu zaman 2 mol karbon qazı alınır. Onda tənasüb qururuq. 92 qram etil spirti alındıqda 180 qram glukoza reaksiyaya daxil olur və 2 mol karbon qazı alınır. 23 qram etil spirti alındıqda isə hesablayırıq 45 qram glukoza reaksiyaya daxil olur və 0,5 mol karbon qazı alınır. Məsələnin şərtində qeyd olunduğu kimi spirtə qıcqıran glukoza ümumi glukozanın kütləsinin 1/3-dir. Yəni 45 ümumi kütlənin 1/3-dir. Yəni 3/2-si artıq yağ turşusuna qıcqıran glukozadır və buna görə yağ turşusuna qıcqıran glukozanın kütləsini tapmaq üçün 45-i 2-yə vurmaqdır. Yəni 90 qram glukoza artıq yağ turşusunun alınmasına sərf olunur. Onu hesablayaq. Tənlikdən göründüyü kimi 1 mol glukoza qıcqırdıqda 1 mol yağ turşusu, 2 mol karbon qazı və 2 mol hidrogen alınır. Bizim üçün lazımdır ayrılan karbon qazı və hidrogenin mol sayını tapaq və tənlikdən göründüyü kimi 1 mol glukozadan, yəni 180 qram glukozadan 2 mol karbon qazı və 2 mol hidrogen alınır. 90 qram glukozadan isə 1 mol karbon qazı və 1 mol hidrogen alınır.
Demək, müəyyənləşdirdik ki, qlukozanın spirtə qızqırmasından 0,5 mol karbon qazı alınır, qlukozanın yağ turşusuna qızqırmasından 1 mol karbon qazı və 1 mol da hidrogen alınır. Cəmi 2,5 mol, bu da normal şəraitdə 56 litrə uyğundur. Cavabımız Y bəndi. Növbəti tapşırığımız tərkibində 2 karbon atomu olan doymuş monoaminlərin qarşılığında polyar kovalent rabitələrinin sayı qeyri-polyar kovalent rabitələrin sayından 20 dəfə çox olarsa, aminlərin mol sayları nisbətini hesablayın. Tapşırığı əldə etmək üçün bilməliyik ki, tərkibində 2 karbon atomu olan doymuş monoamin var. Bunlardan biri etil amindir, digəri isə dimetil amindir. Bunların birinin mol sayını x mol, digərinin mol sayını y mol götürək. Etil amində polyar kovalent rabitələr həm CH rabitələri, həm NH rabitələri, həm də CN rabitələridir və bir molekul etil amində bu rabitələrin sayı 8-dir. Yəni, x mol etil amində olan polyar kovalent rabitələrin sayı 8x mol olacaqdır. Həmçinin qeyri-polyar kovalent rabitə isə karbon atomları arasında olan rabitələrdir və x mol etil amində olan bu rabitələrin sayı x moldur. Dimetil amin molekulunda bütün rabitələr polyar kovalent rabitələrdir. Həm CH rabitələri, həm NH rabitəsi, həm də CN rabitələri. Və bunların sayı bir molekulda 9 ədəddir. Yəni, Y mol dimetil amində polyar kovalent rabitələrin sayı 9Y moldur. Qeyri-polyar kovalent rabitələr yoxdur. Tapşırığın şərtində göstərildiyi kimi, polyar kovalent rabitələrin sayı qeyri-polyar kovalent rabitələrin sayından 20 dəfə çoxdur. Yəni, 8x üstə gəl 9y bölünsün x bərabərdir 20-yə. Yəni, 8x üstə gəl 9y bərabərdir 20x-ə, 12x bərabər 9y-ə, x-y nisbəti bərabərdir 3 bölünsün 4. Cavab C bəndi. Növbəti tapşırığımız x mol qarışqa əldə edilir və y mol sirkə əldə edilir, suda tam həll edilir. Məhlula artıq miqdar gümüş piroksidin amoniaklı suda məhlula əlavə edilir və reaksiyalar axıra qədər gedir. X üstə gəl y bərabərdir 0,5 olarsa və reaksiya zamanı 1,6 mol gümüş alınarsa, x və y-i müəyyən edin. Deməli, qarışqa əldə edilir və sirkə əldə edilinin suda məhluluna artıq miqdarda gümüş piroksidin amoniaklı suda məhlula əlavə edildikdə, qarışqa əldə edilir oksidləşərək qarışqa turşusuna, sirkə əldə edilir oksidləşərək sirkə turşusuna çevrilir. Alınan məhsullardan qarışqa turşusu özü də gümüş piroksidin amoniaklı suda məhlulu ilə oksidləşərək karbon qazına və suya çevrilir. Deməli, burada 3 reaksiya gedir və məsələmizin həllində bu 3 reaksiyadan istifadə edirik. Birinci reaksiya qarışqa aldehiddən qarışqa turşusunun alınması, ikinci reaksiya qarışqa turşusundan karbon qazı və suyun alınması, üçüncü reaksiya sirkə aldehiddən sirkə turşusunun alınması. Qarışıqda olan maddələri qarışqa aldehidinin mol sayını x ilə, sirkə aldehidinin mol sayını isə y ilə işarə edək və tənlikdən göründüyü kimi x mol qarışqa aldehidi, x mol gümüş piroksid ilə reaksiyaya daxil olur və x mol qarışqa turşusu alınır. Alınan qarışqa turşusu özü də gümüş piroksidlə oksidləşir və bu zaman 2x mol gümüş alınır. Yəni, hər iki reaksiyadan 2x mol gümüş alınır. Y mol sirkə aldehidinin oksidləşməsindən isə 2y mol gümüş alınır. Məsələn, şərtində verildiyi kimi, alınan gümüşün mol sayı 1,6-ya bərabərdir. Cəmləsək 2x, 2x, 2y. 4x üstə gəl 2y bərabərdir 1,6-ya. Məsələn, şərtində x üstə gəl y-in 0,5 olduğu göstərilib. Sistem tənliyi həll etdikdə x-in 0,3, y-in isə 0,2 olduğu müəyyən olunur. Cavab D bəndi. Növbəti tapşırığımız amin turşular bölməsinə aiddir. 180 qram qlisindən 0,2 mol polipeptid alınmışdır. Bu zaman alınan suyun kütləsini hesablayın. Karbon, hidrogen, oksigen və azotun nisbi atom kütlələri verilmişdir. Bu reaksiyanı ümumi şəkildə N-glisin alınır polipeptid üstə gəl N-1 H2O şəklində göstərə bilərik. Çünki bilirik ki, alınan suyun mol sayı reaksiyaya daxil olan amin turşunun mol sayından bir vahid az olur. Tənasüb qura bilərik. Glisinin 75 olduğunu əvvəl müəyyənləşdirməliyik. 75 N qram glisin reaksiyaya girdikdə 1 mol polipeptid alınır. Məsələn, şərtinə görə 180 qram glisin reaksiyaya daxil olduqda 0,2 mol polipeptid alınır. Buradan N-in 12 olduğunu tapırıq. Deməli, 12 mol glisin reaksiyaya daxil olur, 1 mol polipeptid alınır və 11 mol su. 11 mol suyun kütləsi 198 qramdır. İkinci tənasübümüz. 1 mol polipeptid alındıqda 198 qram su alınır, onda 0,2 mol polipeptid alındıqda əmələ gələn suyun kütləsini tapırıq. Buradan x bərabər olur 39,6-ya. Cavab A bəndi. Növbəti tapşırığımız aminlər bölməsinə aiddir.
etilamin, metilamin və metandan ibarət olan 1 mol qaz qarışığının yanmasından 33,6 litr normal şəraitdə karbon qazı və 0,35 mol azot alınmışdır. İlkin qarışıqda neçə mol metilamin olmuşdur? Əlavə olaraq karbon və hidrogenin nisbi atom kütləsi verilmişdir. Məsələni həll etmək üçün əvvəlcə etilamin, metilamin və metanın yanma tənliklərini yazırıq və göründüyü kimi etilamin və metilaminin yanmasından karbon qazı, su və azot, metanın yanmasından isə sadəcə karbon qazı və su alınır. Etilamini X mol ilə, metilamini Y mol ilə, metanı isə Z mol ilə işarə eləyək və buradan göründüyü kimi artıq X mol etilaminin yanmasından 0,5 mol 0,5X azot alınır. Y mol metilaminin yanmasından da 0,5 Y mol azot alınır. Yəni 0,5X üstəgəl 0,5Y məsələn şərtində verildiyi kimi 0,35-ə bərabərdir. X üstəgəl Y bərabərdir 0,7. Buradan alırıq X-dən Y 0,7-dirsə və məsələn şərtinə görə ümumi cəmimiz 1 moldursa, metanın mol sayı 0,3 olacaqdır. 0,3 mol metanın yanmasından 0,3 mol karbon qazı alınır. Bizim də ümumi alınan karbon qazının mol sayı 1,5-dir. 1,5-dən 0,3 çıxdıqda qalır 1,2. Yəni 1,2 mol karbon qazı etilaminin və metilaminin yanmasından alınır. Sistem tənlik qururuq. X üstəgəl Y bərabərdir 0,7. 2X üstəgəl Y bərabərdir 1,2. X üstəgəl Y 0,7 olduğunu əvvəlcədən aldıq. 2X üstəgəl Y bərabərdir 1,2. 2X X mol etilaminin yanmasından alınan karbon qazı, Y isə Y mol metil aminin yanmasından alınan karbon qazıdır və hansı ki bildirdiyimiz kimi onların da cəmi 1,2-yə bərabərdir. Buradan həll etdikdə X bərabərdir 0,5-ə, Y bərabərdir 0,2-yə, cavab A bəndi. Nəzərinizə çatdırmaq istədiyimiz suallar bu qədər. Hər bir sertifikasiyada iştirak edən həmkarımıza uğurlar arzulayırıq və ümid edirik ki, bu video dərsimiz həmkarlarınız üçün faydalı olacaqdır. Geniş izahınıza görə biz sizə təşəkkür edirik Elşad müəllim. Mən də ümid edirəm ki, müəllimlər üçün faydalı olacaq və imtahanda da istifadə edə biləcəklər. Çox sağ olun. Sağ olun. Əziz müəllimlər, bizim verilişimiz bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.